Aslında ən maaşını azalan biz idik. Yəni çox az Siz deyilsə məbləğ nə idi. qədər idi o vaxt maaşınız? 400 manat. Adam başı- Hərəmizdə 400 manat, 400 manatdan başladıq. Sonra o 400 manat səhv eləmirəmsə oldu 500, 500 oldu 600, 600 oldu 800, orada yekün açdı. Orada yekün, yəni pik. Minə, Neçə il apardınız? 4 il. 4 il ərzində gəldi minə çatdı. Aha. Yəni 400, deməli hər il 100 manat qalxırdı. Nəysə elə bir şey idi. Ondan sonra artıq növbəti dönəmimizdə artıq ən bahalı aparıcılardan idi. Növbəti dönəm ha vaxtı idi. ATV telekanalında ATV-də. aparıcılıq edəndə ən çox maaşı biz alırdıq. Orada nə qədər idi maaşınız? Orada hərəmizdə 3000 idi səhv eləmirəmsə, amma oje normal. məsəl üçün biz ilk dönəmimizdə, aparıcılıq dönəmimizdə biz orada premiyalar almırdıq. Ümumiyyətlə indi özünüz bilirsiniz də sponsorun varsa sponsor faizi var. Özün Bəzi gətirirsənsə detallar daha var. çox məbləğ əldə edirsən. O zamanlarda 400 manat maaşımızda Quru elə bir maaşda. şey yox idi, quru maaşı idi. Amma biz orada daha həvəsli idik, daha çox işləyirdik. Niyə? Çünki Xatırlayıram. yeni başlamışdıq. Bizim üçün hər şey maraqlı idi. Hər gün səhər-səhər çox sevərək oyanıb işimizə gedirdik.